Rusiklidir məktəbə. Onun 7 yaşı var. Çoxlu nətər idi? Çoxlu kitab dəftəri, renkli karandaşı var. Ты слышала этот стих азербайджанский? Ладно, давай, ehtiyatlı ol. Пока. Bugün bizdə большая стиркаdır. Bir xeyli paltarlar yuyulub, bir xeylisi də yuyulmaqdadır. Uşaqlar məktəbdən gəliblər. Bu arada Səbnənin uşaqlar bizə gəliblər. Səbnə də işdən sonra gələr yəqin ki. Axşamı nə bişim deyə fikirləşdim ki, borş hazırlayayım. Nəsə yaxşı şey hazırlamaq istəyirəm. Первый, второй, третий kompot hamısından. Gətirim birincidən başlayayım. Borşa hazırlayayım, sonra görüm nə yiyirəm. Düşündüm ki, qızlar birinci kompotdan başlayayım. Çünki kompot hələ soymalıdır. Bunları dondurucudan çıxartdım. Nə bilim, ərik, hətta ərik, cavalı, alma. Sonra nə var? Bir iki dənə üzüm, bir iki dənə göyəm, mandarin. Nətər bu mən bölüm. Nəysə. Bunlar işdir ki, stolun üstündəki almalar da büzüşüb, gətullayaq. Mən deyirəm ki, ay bula niyə tullayırıq ki, kompot eləyəcəm. İçəcəyik, gedəcəyik də. İndi ona görə fikirləşdim ki, kompotu bugün elədimsə elədim. Elədmədimsə Ləriş götürüb tullayacaqdı. Lərişdə yoxdur elə şey. Büzüşüb. Yiyin də, büzüşüb yiyin. Rəngi sönüb buraya. Neynək, gətirək, pişirək, görək nə olur axı. Düzdür, belə soyuq havada kompot vərətlə gedər. Bizdən nə gedir ki? Ərik qurusu. Все, oldu kompot assorti. Все, kompotu qoyduq pişsin. Keçək borşun hazırlanmasına. Mən tanıyanlar bilirlər ki, mən birinci kələmlə soğanı qovururam. Borş hazırlanır. Artıq kələmləri elədim, amma elə bir çox oldu. Qazan yarısına kimi kələmdir. Qovurduqsa azalar da yəqin. Ya da ki, başqa qazanda pişirim. Soyuducudan çıxartdım. Nədir bu? Tuşonka. Tuşonkanı. Bununla hazırlayacağım borşu. Açıb uca tökürdüm. Dedim, qoy sizə də göstərim. Baxın. Məncə çox gözəldir. Yəni, sifdə pişirdiyim gün yadınıza gəlir. İçi duruydu. İndi amma xaladenkdən sonra görürsünüz jelə kimidir. Öz suyunda hazırlamışdım. Siz məndən soruşmuşdunuz, su əlavə eləmişəm və yaxud yox. Yox, öz suyunda pişir. Yəni, özü sokunu buraxır. Deməli, qızlar, borşumuz hazırdır. Əslində daha çox bordo rəngi oxşayır, amma kamerada düşmür. Baxın, beləncinə qəşəng borş hazırladım. Polna kastrula. Səbinə də artıq yoldadır, gəlmək üzərədir, gəlsin. Oturaq nuş eləyək. Zачем? Не надо было. Я его подержу. Salam dostlar, necəsiniz? İnşallah yaxşısınız. Bugün 29 noyabrdır. Bugün Maloçkadayam. Maloçkada bu ayda axırıncı iş günümdür. Saat 5-dən durmuşam. 5:45-də avtobus olmalıdır. Yavaş-yavaş hazırlaşıram ki, çıxım. Bugün bircə gün işləyəcəm Maloçkada. Çoxlu mal gəlməlidir deyəsən, səhv salmıramsa. Əvvəlcədən elə danışmışdıq, sonra qızlarla da. Sonra bilmirəm, tarixi dəyişdilər, yoxsa yenə də bugünə saxlayıblarmı? Nəysə, əgər tarixi dəyişməyiblərsə, bugünə Maloçkada çoxlu işim var.
Ondan sonra avtobus. Bugün 6-cı gündür deyən. Bir dənə innicinli yoxdur. Avtobusu gözləyirəm gəlsin. Bu mənim ikinci avtobusumdur. Saat 6 tamamdır. Avtobus gəlsin, düz iş yerinə kimi aparsın. Beş 10 dəqiqə gəldik, satdıq. Tərs kimi də Elman dünən işləyirmiş, Elman. İsabah işləyir. Kiminlə mənim iş qрафикimə düşmür. Məndə bugün bir gündür. Görün bugün canlı atsam nətər olar. Prosta işte indi olmadı. Короче, canlı açmaq olar. Seriala baxmaq olar. Və yaxud da 6-cı gündür. Cəmaat yatır deyib biraz mürgüləmək olar, yatmaq olar. İçindən beri. Gedim görüm bugün neçə nəfər olacaq. Ayın axırıdır, bilmirəm indi. Ola bilər ki, ayın axırı az adam gəlsin. Sabah at çöp günüdür. Sabah Elman atçöt eləyəcək, atçöt. Sonra sabah inventarizasiya günüdür, yaxşı ki, mən qрафикimə düşmür. Sonra sabah burada analar günüdür. Mən də məsəl pişirib eləyə bilərdim, amma işte olacaq. Akşama kimi Pulkarliya'da olacaq. Getirək. Evdə rezin, ay Allah'ım, yeter yadına çıxdı. Evdə rezin davası gedirik. Nə rezin tapamıram, hamısı qırılıbdı. Bizə bilsiz necədir? Deməli, yolu reys atsın. Deməli, ləliş, montu mən yatırıq. Kim birinci durdu? Yatanda hamı öz saçını açır. Rezinini qoyur yanına. Kim birinci durdu? Kimin başın yanında rezin gördü? Tez götürürəm, qaçıram. Gün ərzində özləri onlar krabiklə yığır, mən yığmıram. Özlərinə bir rezin taparlar. Mən tələsirəm. Kiminsə başının ucunda bir rezin görürəmsə götürürəmsə. Gerisi məni ilgiləndirməz. Əvvəl gedirdim, optum alırdım rezini. İndi var birisi baxıram, yoxdur o rezinlərdən. Bizim saçımız cürdür, yəni bizim saçımızı adi rezinlər tutmur. Gərək küp rezinlər olsun, bərk rezinlər olsun. Уже gəldim, уже istidir. Tak, ладно, görək bugünə neçə nəfər oluşdu? Bugün süd günüdür, ancaq süd daşıyacağım. Adam az olsa canlı yayın açarım. Prosta baxır az deyəndən nə qədər nəzərdə tuturam da. Bilməyib oturum. Kod gəlişdi. Göstərir ki 0594. Göstərir ki cəmi 30 dəqiqəlik video çəkə bilərəm. Telefonda yer yoxdur. Nə işdə anlamıram. Hər şeyi silirəm, hər şeyi silirəm. Bugün dünən çəkdiklərimlə bugün vlog eləyirəm, sırası da silirəm, həmən silirəm. Filtr.
gün. 57 nəfər olacaq. Yerində. Yəni canlı yayım açmaq olar. $114 dənə korobka verəcəm. İminli süd. Başqa korobkalar saymıram. 114. Ne olar mı? Canınız sağ olsun təki. Yuxum gəlir. Deməli, bir xanım yazıb ki, aviaparkda Karaca məhsulları var. Amma ora girə bilmirəm. Açmır mənə kataloqu. Elə yazır aşıbqa. Amma internet mağazalarda da var. Wildberries'də də var. Yani belə baxmaq olar. Не хочу, я хочу набор. Yaxşı qoy olsun Karaca markası. Ot nabor 35 min, 27 min. Burada yoktu şey. Подешевле. 18.700 3 tane tava. 20 min. Точно подешевле bastım. Подороже bassam ne çıxacaq? 49 min. Hə, точно подешевле basmışım. Net. Ben təsəvvür edin ki, yeni ilə bir nəfərə 35 minli şey alsam, yerdə neçə nəfər qalır? Mən əksinə ucuz şey axtarıram axı. Bu da Karacadır. Crazy Home'dur bu. Aa, yox, Crazy deyirəm, Crazy Home. Saat artıq 4'dür, çıxdım işdən. Avtobusa çatmadım, başqa avtobusu gözləyirəm ki, gedim evə. Artıq 5-in yarısıdır, gedirəm evə, çıxıram yuxarı. Onu da deyim ki, uşaqlar evdədirlər. Ruslanla bugün Amin mədrəsəyə getmişlər, oradan gəliblər, evdədirlər. Kim yemək falan yeyiblərmi, heç olmuyor. Yedizdirdim onları. Deməli, qızlar gəldim, uşaqları yedizdirdim. Rahatladılar, uzanıblar, oynayırlar. Deməli, Səbinə Aminlə belə bəzi formalar göndərib. Mənim Səbinə. Bunların diametri nədir bilmirəm. Hə. Mənə yazır ki, mama şeydir, yaxşı alındıra bilmirəm, mənə kömək elə. Benta tortu hazırlamaq üçün biskvit lazımdır. 2 dənə biskvit, biri qırmızı barxat biskviti, biri də Snickers tortunun biskviti, benta tort. Benta tort olacaq deyim, baleti olacaqdı. İndi bəzi şeylər göndərirdi. Mən də internetdə axtardım ki, nə eləyim. Keçdim ki, bir reseptlə 2 dənə biskvit pişiririm. Yəni 5 dənə, 10 dənə, 15 dənə qab batırmayayım da, elə bir reseptdən hazırlayayım, amma 2 dənə fərqli tort olsun. İndi burada mən götürdüm mikserin çaşkasına 185 qram qatıq döydüm, kefir. 3 qram soda lazımdır. 3 qram nə qədər eləyir dəqiq bilmirəm, ona görə yarım silə çay qaşığı soda götürdüm və bəxtimdən tərəzi söndü. Bir də onu dəqiq yoxlayayım. Yarım silə çay qaşığı. Biraz siləyək. Elə 3 qram eləyər yarım silə çay qaşığı. Neyse. Tökdüm bura. Şimdi bunu qəşəngcə qarışdırım. Və sonra keçim quru ərzaqları hazırlayayım.
Qatıqla soda burada reaksiyaya keçsin. Deməli qızlar, resepti sizə qramla deyəcəm, çünki stəkanla bilmirəm. Lazımdır 225 qram un. Burada baxıram. Baxa-baxa əlavə edirəm. Sizə görsənmir də elə göstərərəm. Belə. Sonra bizə lazımdır 200 qram şəkər. Burası biraz gedişəndə mənim tərəzim sönür. Ona görə lazımdır tez-tez eləmək. Hı, 200 qram şəkər. Deməli 8 qram kakao lazımdır. 8 qram kakao. Nə qədər eləyəcək görəsən, neçə qaşıq. Və son olaraq bir çimdik duz və hardasa 8 qram qabartma. Məndə qabartma az olduğuna görə bir balaca soda əlavə edəcəm. Bayaq özünüz gördünüz, 8 qram kakao hardasa 2 çay qaşığı tutdu. Bir balaca soda əlavə edək. Bunu yaxşıca qarışdırırıq. Bütün quru ərzaqları yaxşıca öz aralarında qarışdırırıq. Sonra qoyuruq bunlara. Baxın belə. Demək, burada bizdə var un, şəkər, kakao, qabartma, duz. Belə deyək. Kakaosu azdır, amma burada unutmayın ki, 2 resept var. Qırmızı məxmər və Snickers tortunun biskviti. Ona görə kakaonu az götürdüm ki, qırmızı məxmərə kraska vuranda qəşəng rənglənsin. Quru ərzaqlardan qurtardığımıza görə keçirik yaş ərzaqlara. Baxın, qatıq nə qəşəng köpüklənib. Biz quru ərzaqları hazırlayana kimi qatıq da yaxşıca köpükləndi. İndi bu qatığın içərisinə yaş ərzaqları bitişdiririk. Qatığın içərisinə 200 ml duru yağ əlavə edəcəyik. Və 2 yumurta qıracağıq. Mən indi şov göstərməyim, bir əlindən yumurta qırmaq. Əlimlə üzümə yapışdıraram. Bulaşdıraram. Alındırmaram. Ərzaqları da xarab eləyərəm. Və salam, 2 yumurta. Gətirək mikserimizi qoşaq. Bunları çırpaq az-maz, sonra yavaş-yavaş quru ərzaqları əlavə edək.
Baxın, xəmirimiz belə oldu. Rəngi taksibi. Snickers tortu üçün adam istəyir ki, çox şokoladlı görsənsin, amma barxat tortu üçün yəqin ki, belə olmağı yaxşıdır, çünki kraska qatılmalıdır hələ. Axşam saat 8-dir, uşaqları göndərdim. Teleşka ilə dedim, gedin su doldurun. Aminlə Rusiki göndərdim, getsinlər, su götürsünlər, çünki borş yedik, borşda qəşəng belə duzladıq, istiotladıq, smetanladıq, amma yaman duzlamışdım mı, istiyotlamışdım mı bilmirəm. Yaman sudan yanırdım. Suyun hamısını içmişik, qutarıb da gedirlər. Teleşka əllərində. Deməli, baxın qızlar, artıq xəmirimiz hazırdır, bu qatılıqda oldu. Və mən dediyim kimi istəyirəm buna biraz daha kakao qatım. Sadəcə siz bilirsiniz də ki, mən buna kakao qatası olsam, bu qatılaşacaqdır. Buna görə də kakaonu ən yaxşısı qaynar suda açım, sonra qatım. Deməli, neynədik? Xəmiri 2 yerə böldük, amma bilmirəm, bərabər hissələrə böldük, yoxsa yox. Bura kakao əlavə edəcəyik, bura kraska. Görüm, Səbnə mənə kraska göndəribdir. Aha, göndəribdir. Top Dekor firmasının qırmızı kraskasıdır. Aha, bunu çırpaq yoxlayaq görək, alınır qırmızı rəng. Üç çay kaşığı kakao var burada. Biraz kaynar suda açtım. Ki topucuklar olmasın içerisinde. Kakaonu xəmirə qatışdıranda. O da bayaq gördüyünüz qədər tökdüyüm kraskadır. Biraz xəmirimizin rəngini canlandıraq. Yəni rəng verək xəmirlərimizə. Xəmirlərimiz artıq hazırdır. Demək, Snickers tortumuz olacaq 10 santim diametrində. Sadəcə biraz formanın altını xəmirə batırım. Amma krasni barxat xəmirimiz olmalıdır 12 santim diametrində. 12 santim diametrində. Belə. Baxın, belə oldu. Koydum. Bunları qoyum duxovkaya. Biraz özlərini tutsunlar. Şöyle qızlar, artıq formanı çıxartdım. Formaları çıxartdım duxovkadan. Yine yaxşıdır ki, bu balacalardan 2 dənə gətiribdir. 2 dənə biskvit pişirmək olar. Amma qırmızı üçün bir dənə forma gətiribdir. Heç bilmirəm necə olacaqdır. O boyda formam da yoxdur. Ha, evdə fikirləşdim, kovşik, nə bilim, heç nə yoxdur. Qırmızı biskvit. Nətər pişirəcəyik qırmızı biskviti? Bu bizim 2 dənə şokoladlı biskvitlərimiz. Belə. Görürsünüz, kənarlarından axmadı. Yəni bu lifehackı ürəkli işlətmək olar. O ki var, çevirdim miskanı. Spatulan yudum, indi qırmızı biskviti
Deməli qızlar, qırmızı biskviti kraska gördüyünüz qədərilə tökdüm. Ondan əlavə kraska tökməmişəm. Bilmirəm ki, çox doldurum yoxsa yarımçıq. Daşar birdən. Bu iş köpmədi. Hər şey ola bilər. Hər şey ola bilər. Nəysə. Köpəcək qədər yer saxladım. Bir dəfə də bişirərəm. İkinci səfər. Baxın, belə oldu. Qoyuram bunları duxovkaya. Üst teni söndürürəm mütləq. Alt ten yanmaq şərti ilə. Və altına mütləq və mütləq su qoyacağım ki, parda pişsin. Belə oldu. Qızlar, neyini çıxardıq mı artıq biskvitimizi duxovkadan? Bilmirəm, çöpüblər, amma bilmirəm, şifrəlici. Baxın, görsənirmi? Bismillah. Ay, yox, bunun içi pişməyib. İçi pişməyib, təzən tez duxovkaya. Ay, indi çıxardım. Artıq üstü belə qızarıbdır, qarışmı rəngdədir, bilmirəm sizə görsənir yoxsa yox. Bayaq çıxartmışdım, qırmızının içi pişməmişdi. Şokoladların içi pişib. Deyəsən qırmızının da içi pişib. Hə, pişiblər. Və bu da bizim biskvitlər. Bu axırıncını duxovkadan təzə çıxartdım. Deməli, 2 dənə 10 santimlıq, 2 dənə 12 santimlıq biskvit çıxdı bu qədər reseptdən. Yəni bir reseptdən. Hündürlüyü də ki, nə bilim. Belə oldu. Toyuğun döşətini çıxartmışam. Nə pişirim bilmirəm. İnanırsınız. Fikirləşib qalmışam ki, nə pişirim. Düz boşdan qalıbdı azca. Amma yenə də insan nəsə pişirmək istəyir də. Şu ətin yanına bu ərzaqları çıxartdım. Spagetti eləyəcəm. Düzdür, ərzaqlar azdır. Pomidor az bir dənə çıxartdım. Çünki məndə tomatın özünün soku var. Sürçəkdən keçirilmiş, onu istifadə edəcəm. Deməli qızlar, mənim spagetti pişirməyimi zaten bilənlər bilir. Mən hər şeyi tez bazar, tələsik. Suyu artıq qoydum. Uzun vermişlər üçün. Soğanları soydum, yudum. Sarımsaqları da eləcənə. Çox xırda olmama şərti ilə soğanla sarımsağı blenderdən keçirdəcəm. Baxın, belə oldu. Bu ölçüdə. Bunu indi yağda qızardıram, sonra toyuğu burada keçirdəcəm. Uşaqlar gəlibdi, gəlmişim qapını açmağa. Qonşuların səsinə baxayım. Şu toyuğu da keçirdik.
Deməli xanımlar, başlayıram yeməyi hazırlamağa. Burada səsi üstdən yazdıracağım çünki mən günə Amin də bizdə qaldı. Uşaqların hamısı evdədir. Səs-küy çox idi deyən. Burada səsi üstdən yazdırıram. Bu yeməkdə ən çox mən blenderdən istifadə edirəm. Blenderdən keçirdiyim soğan və sarımsağı yağda qovurdum. Duzla öldürə-öldürə qovurdum. Mən həmişə soğanı duzla öldürürəm. Sonra blenderdən çəkdiyim toyuğu döşətində üzərinə əlavə edib onu da biraz qovururam. Ona kimi də çoxlu varsa çoxlu götürməniz məsləhətlidir. Yoxdursa mənim kimi bir dənə, 2 dənə belənçinə biber və pomidor. Yenə deyirəm, varsa yenə götürün. Məndə sadəcə pomidorun soku var deyən, pomidorun sokunu güya ki törkadan keçirilmiş pomidor sokudur. O adla almışam mağazadan. Onu istifadə edəcəm deyən mən burada bir dənə pomidor götürdüm. Pomidorla biberi yenə belənçinə blenderdən keçirdirəm. Hə qızlar, bir də baləcə acı biber tapdım. Onu da yudum qəşəngcə 3 hissəyə böldüm. Onu da pomidor biberlə bir yerdə blenderləyəcəm və toyuğun döşətinin üzərinə əlavə edəcəm. Bir yerdə qovuracam. Qazanda su qoymuşam spagettiləri bişirmək üçün. Mən spagettiləri heç vaxt uzun bişirmirəm. Ortadan bölürəm ki, yemək asan olsun. Əvvəl uşaq idim, xoşuma gəlirdi sömürüb yemək, amma sonradan gördüm ki, kimdə gördüm deyəsən, Elmanda gördüm ki, nəfəsi daralır onu dartınca. Ondan sonra ortadan bölürəm ki, uşaqlara rahat olsun yemək. Baxın, dediyim sous budur. Güya pomidorun sokudur. Bunu da bura əlavə eləyəcəm. Və çox gözəl, çox dadlı, çox ləzzətli sous əldə etmiş olacağıq.